gələcəyin tələbəsi, gələcəyin gənci bugün necə formalaşır? Hər bir insan övladı ən çox yanlışlıqları müəyyən bir yaş periodunda eləyir. Bu yaş periodu 13-25 yaş arasıdır. Hətta bəzi ölkə alimləri də qeyd edirlər ki, həmin 25 yaşına kimi ailə qurmağı məsləhət görülmür, çünki yanlışlıqlar baş verir insan həyatında. Ona görə də müəllimin, universitetin birinci vəzifəsi ondan ibarətdir ki, bu tələbələr də həm istər bakalavr təhsil səviyyəsində, istər magistratura təhsil səviyyəsində təhsil alan tələbələrin yaş dövrü həmin yaş dövrünə düşür. Ona görə çılğınlıqlar dövrü, səhvliklər, yanlışlıqlar dövrü həmin yaşa düşür. Mənim birinci növbədə müəllimlərdən istəyim ondan ibarət oldu ki, biz tələbələri hər zaman haqlı hesab edək və çünki özümüzün də övladlarımız var, onların da həmin yaş dövründə müəyyən səhvləri olur və o səhvləri ya görməməzlikdən gəlmək lazımdır və yaxud da ki, onu ustalıqla, əsl müəllim kimi çözmək lazımdır o problemi.